ki, çox o xəstəxanada yaşayanlar, özellikle də uzun müddət xəstəxanada yatan xəstələrin çox qəribə hərəkətlərini müşahidə edib, nağıl edənlər olur. Bir şey oxudum, bir xəstənin anekdot bir şeydir. Bir xəstə özünün ölü olduğuna inanır. Ondan sonra güya psikiyatrik həkimlər də bunun ölü olmadığına ikna eləməyə çalışırlar. Halbuki biz elə bir şey eləmirik, çünki bilirik ki, bir insan eğer deluziyası varsa, yani məntiqsiz ama çok inandığı bir düşünce varsa, o məntiqli açıklamayla dəyişilə bilir. Neyse, həkimlər bunu inandırmaya çalışırlar ki, sen ölü değilsən, inanmır, görürlər ki, inanmır artıq. Bunda deyirlər ki, gəl onda barmağı deşək, eğer qan çıxsa, yani ölü adamın qanı çıxmazsa, qan çıxsa onda deyəcək ki, ölü değilsən. Neyse, parmağını deşirlər, təbii ki qan çıxır, ondan sonra xəstə deyir ki, ayda ölülərin də qanı axırmış, yəni ki o düşüncə dəyişmir yenidən. Burada danışılan sindromun adı Cotard sindromudur, Fransız psikiyatrın adıdır, Cotard deluziyası da deyilir. Xəstə özünün ölü olduğuna, bədəninin çürüdüyünə, orqanlarının çürüdüyünə inanır və onu normalda deyək ki, adi bir həkimə getsə, psikiyatr olmayan həkimə getsə, o həkim onu inandırmağa çalışır, ama bizim elədiyimiz şey o değil. Biz daha çok xəstəni empatiya qurmaq və duygusal yanaşma edirik. Diğer bir şey ise ona məntiqli açıklamalarla fikrini değiştirmək çabası boş çaba olduğu için daha çok burada bilirik ki antipsikotik dermanlar, yani derman müalicəsinin təsiri olacağını bildiğimiz için diagnozu qoyub müalicəsini başlayırıq. Yani burada en doğru yanaşma belə simptomlar gördüğünüzde çok da nadir